gedə bilər. 14 həftəlik hamiləyəm, plasenta biraz qabağa gəlibdir. Düzələ bilərmi? Təzə oldu, yataq rejimi lazımdır. Plasenta qabağa gəlmir. Baxın, hamiləlik baş verir. Hamiləliyin əvvəllərində 12-14 həftəsində ultrasəs müayinəsindən keçəndə ultrasəs diaqnostikasında yazılır ki, cift aşağıda yerləşibdir. Qabağa gəlmək deyil o. Ciftin aşağıda yerləşməsidir. Normalda doğum olanda necə olur? Birinci uşaq doğulur, sonra da cift xarici olur. Cift aşağıda olan xanımlarda isə əksinədir, cift öndədir. Və bu vəziyyət adətən əksər xanımlarımızda 80% hallarda hamiləliyin müddəti artdıqca 28 həftəsinə kimi qalxma ehtimalı ola bilər. Yataq rejimi olmağı məqsədə uyğundur, daha çox yataq rejiminə riayət eləmək. Çünki cift aşağıda olanda qopma ehtimalı ola bilər, qanaxma ehtimalı ola bilər, düşük ehtimalı ola bilər. Ona görə daha çox yataq rejiminə riayət eləmək bir, ağır fiziki iş görməmək, çox fiziki işlə məşğul olmaq 2, cinsi əlaqədən qorunmaq 3 və